Baxırıq test 121 ümumi sınağa Azərbaycan 19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərində. Birinci 20-ci əsrin əvvəli Azərbaycan təhsilindəki yeniliklərə aiddir. Şəhər məktəblərinin ibtidai və yuxarı sinif məktəblərinin çevrilməsi, bəli, biri götürə bilərik, aiddir. İlk rus Azərbaycan məktəblərinin təşkil edilməsi bu 1887-ci il düşmür. Məktəblər ilk dəfə Azərbaycan dilinin nəzərə alınması, tədrisin, xeyir, Avropa tipli məktəblərin əsasının qoyulması, bu da bu 1830-cu ildə olmuşdur Avropa tipli məktəblər. Amma məktəblərdə ilk dəfə Azərbaycan dilinin tədrisi isə bu olmuşdur 1881-ci ildə, yəni 20-ci əsrin əvvəllərinə düşmürdü. Bakı və Gəncə müəllimlər seminariyasının təşkil edilməsi isə bu da 1918-ci ilə aiddir və 5-i götürə bilərik, 20-ci əsrin əvvəllərinə düşür. Cavab da olacaq A variantı. İkinci suala baxırıq. Rusiyada fevral burjua inqilabından sonra, yəni 1917-ci ildən sonra Azərbaycanda meydana gəlmiş partiya və təşkilatlara aiddir. Baxırıq, Qeyrət Partiyası 1905-ci ildə, Türk Ədəmi Mərkəziyyət Partiyası 1917-ci ildə, Müsəlman Milli Şuraları bu 1918-ci ildə, Müsəlman Gənclik Təşkilatı isə bu da 1903-cü ildə olmuşdur. Ona görə cavabımız olacaq B variantı 2 və 3. Çünki ondan sonra meydana gələnlər istəyir, əvvəlləri istəmir. Şimdi Azərbaycan tarixinə aid xronoloji ardıcığı müəyyən edin. Tətillər zamanı ilk dəfə fəhlə komitələrin təşkil olunması bu 1903. Bakı, Maçqala, Petrovsk dəmir yolunun çəkilməsi 1900. Sahibkar kəndlərin mükəlləfiyyət daşımada azad olması bu 1913-cü yanvarın 1-də. Ermənilər tərəfindən Şuşa faciəsi törədilməsi bu da 1905-ci il avqustun 8-də. Ardıcılıq belə olacaq 2, 1, 4 və 3. Y variantı. Sonra Şimali Azərbaycan 19-cu əsrin 1-ci yarısından fərqli olaraq 20-ci əsrin 2-ci yarısında nə olmuşdur? Demək, 19-cu əsrin 1-ci yarısından fərqli olsun, 2-ci yarısına aid onları götürməliyik biz. Bu əlbəttə ola bilər xarici kapitalın neft sənayesini nüfuz etməsi. Çünki məsələn Siemens qardaşları vardı, Gədəbəydə misəritmə, misaflaşdırma zavodunu açmışdı. Sonra 60-cı illərdə 79-cu ildə Nobel qardaşları gəlir. Ondan sonra Goodbart var, Rothschild var 90-cı illərdə. Yəni bunları aidləmək mümkündür. İkinci yarısına düşür. Cavabımız olacaq Y variantı. Sonra digərini oxuyaq. Hadisə və nəticə əlaqələri pozulmuşdur. Baxırıq burada. Neft sənayesinin elektrik motorları və müasir texnikanın geniş tətbiq olunmaması, Azərbaycan dünya neft istehsalında birinciliyini itirməsi, xeyir. Sarıqamış döyüşündə Osmanlıların məğlub olması, Qafqazı işğal etmək istəyən Alman-Türk blokunun planının həyata keçirməməsi, xeyir. Azərbaycanda ilk orta məktəbin fəaliyyətə başlaması və Azərbaycan dili məcburi fən kimi tədris edilməsi, bəli, bunu götürə bilərik səhv variant kimi, çünki bu düzgün deyil. Çar Rusiyasının Azərbaycan milli qırğın siyasətini həyata keçirməsi, Qafqaz canişinliyini bərpa etməsi, Qafqaz canişinliyi 1844-də, yəni 83-cü ildə süqut. 6-cı sual. Uyğunluğu gözlənilmişdir. Azərbaycan neft sənayesində nüfuz etmiş ilk xarici kapital Siemens qardaşlar şirkəti idi. Xeyir. Azərbaycanda Avropa tipli ilk məktəbi hesab olunur Rus Azərbaycan məktəbi. Xeyir. Avropa tipli məktəb 1830-dur. Rus Azərbaycan məktəbi isə 1887-ci ildir. Bakıda ilk mərkəzləşdirilmiş telefon stansiyası meydana gəldi. 20-ci əsrin 2-ci 10 illiyində, xeyir 1886-cı ildə. Azərbaycanda ilk dəfə mütəşəkkil tətil baş verdi tütün sahəsində. Bəli, 1895-ci ildə olmuşdur. D-ni götürürük. Şimdi Azərbaycanda neft sənayesi intisar mərhələsinə qədəm qoydu 20-ci əsrin əvvəllərində, 19-cu əsrə aid olmalıydı. Ona görə cavabımız D variantı. Eyler və diaqramına əsasən uyğunluğu müəyyən edin. 7-də baxırıq. Təhsil sahəsində islahların keçirilməsi bu həm 1829-a, həm 1872-yə, həm də 1912-ci ilə aiddir. İbtidai dövlət məktəblərinin əsasının qoyulması bu aid olacaq 1829-cu ilə. Şəhər məktəblərinin ibtidai və yuxarı sinifli məktəblərə çevrilməsi bu olacaq 1912-ci ilə. Qəza məktəblərinin ləğv edilməsi bu olacaq 1872-ci ilə. Aid olacaq. 6 illik müddətə əhatə edən pullu şəhər məktəblərinin yaradılması isə bu da gedəcək 1872-ci ilə. 1-ə B, 2-yə D, 3-ə C, 4-ə də ki A və A variantı.
Şimali Azərbaycan 1-ci Dünya müharibəsində iştirakına aid uyğunluq gözlənilmişdir. Demək, Şimali Azərbaycan 1-ci Dünya müharibəsində orada Tatar süvari alayı var idi və o da Brislov hücumunda düşmənin müdafiə xəttini yarmışdır 1916-cı ildə və cavab olacaq C variantı. Elə 1-ci Dünya müharibəsindən bunu yaza bilərik. 9-cu sual. 1904-cü il dekabr ayında imzalanmış müştərək müqavilədən nəzərdə tutulmamışdır. Baxırın nə nəzərdə tutulmamışdır? 9 saat iş günü endirilir, bəli. Əmək haqqı 20-25% artırılır, bəli. Fəhlələrə Həmkarlar İttifaqında birləşmə hüququ verilir. Xeyr, bunu götürmürük. Çünki belə bir şey yox idi. Cavabımız elə bu olacaq bizdən. Olmayanı soruşur. Fəhlələrə ildə bir dəfə məsuliyyət çıxmaq hüququ verildi. Bəli, fəhlələr həftədə bir dəfə istirahət edə bilərdi, bəli. Daha əvvəl baş vermişdir. Baxırıq. Qeyrət Partiyası yaranması 1905, Açıq Söz qəzetinin nəşr olması 1915, Müsavat Partiyasında idi. Bakıda ilk dəfə mütəşəkkil tətilin baş verməsi 1895, tütün. Bakıya şollar üçün çəkilməsi 1917, Rusiya 3-cü Dövlət Dumasının seçkilərin keçirilməsi, bu da 1907-ci ildə olmuşdur. Daha əvvəl olacaq C variantı 1895. Sonra Şimali Azərbaycanda 19-cu əsrin sonları neft sənayesinin inkişaf demək xüsusiyyətlərinə aid deyil. Buxar mühərriklərinin tətbiq edilməsi bu 1870-in sonlarıdır. Vaqon sistemlərindən istifadə edilməsi bu 1880-dir. Neft emal zavodlarının meydana gəlməsi 1859 olub. Suraxanada Sumqayıt Cəvət Məlikov da Bakıda yaratmışdır 1863-cü ildə. Böhranla əlaqədar istehsalın təmərküzləşməsinin prosesin güclənməsi. Bax, cavab budur. Çünki 19-cu əsrin sonlarında bu hadisə baş verməmişdir. Yəni inkişaf xüsusiyyətlərinə aid deyil. Bakıda Ağ Neft Zavodu sahibləri ittifaqının yaradılması 1893-cü il, bu da sonlarına düşür. 97-ci ildə isə bu ittifaq demək ləğv olunmuşdur. 12-ci sual. Dərbənd quberniyasının mövcudluğu dövrünə uyğun gələn hadisəyə baxırıq. 1846-1860-cı illərdə Dərbənd quberniyası mövcud olmuşdur və sahibkar kəndlilərin üzərində polis məhkəmə hüququnun ləğv olması bu 1865. Qafqaz canişin yaradılması 1844, Azərbaycanda orta məktəblərin əsasını qoyması 1829, hərbi məhkəmələrin mülki və işlərinə baxması qadağasının ləğv edilməsi 1866, kəndli əsasnamələri isə olacaq 1847-də, bir də 1870-ci ildə olmuşdur və bu dövrə düşəcək 1847-ci il Y variantı. 1883-cü ildə ləğv edilmiş Qafqaz canişinliyi yenidən bərpa edildi. Yenidən bərpa edilməsi 20-ci əsrin əvvəllərində 1905-ci ildədir. Xronologiyasını desək 1844-83-cü illər, daha sonra 1905-ci ildə yenidən bərpa olunur 1917-ci ilə qədər. Cənubi Qafqazda demək cavab olacaq Y. Cənubi Qafqazda torpaqların məcbur satın alınması haqqında qanuna əsasən bu qanun 1912-13-cü illərdə verilmişdir. Sahibkar kəndlilər müvəqqəti mükəlləfətli vəziyyətindən azad olmuşdular. Bu qanuna əsasən olacaq əkinçilik üçün yararsız torpaqlar kəndli mülkiyyətinə pulsuz keçirdi. D variantı. Göstərilənlər aiddir. Qeyrət Partiyasının xüsusi siyasi xəttinin davam etdirdi. Proqramı Müsavat Partiyasının proqramı ilə eynilik təşkil edirdi. Bu hansı ola bilər? Bir dəqiqə baxaq. Bu olacaq Türk Ədəmi Mərkəziyyət Partiyası. B variantı. Yazaq burada B variantı. Daha sonra oxuyuruq 16-cı sualı. Yenə illərdir, eyni ildə baş vermiş hadisəni bizdən soruşur. Bakıda mərkəzləşdirilmiş telefon stansiyası 1886, Azərbaycanlılardan hərbi vergi alınması 1887, Rus-Azərbaycan məktəbi 1887, qızlar üçün gimnaziyanın fəaliyyətə başlaması 1874, qəza məktəblərinin pullu şəhər məktəblərinin çevrilməsi 1872-ci il. Cavabımız olacaq eyni ildə 2 və 3. Y variantı. Fevral inqilabından sonra Şimali Azərbaycanda milli azadlıq hərəkatı üçün səciyyəvi deyil. Fevral inqilabından sonra. Yəni səciyyəvi olmayanı soruşur bizdən. Olmayan bir dəqiqə baxaq.
Rusiya əsarətinə qarşı Bakı Fəhlə Deputatlar Sovetinin yaradılması olacaq. Çünki bu fevral inqilabından sonraya aid deyil, əvvələ aiddir. 1905-ci il noyabrında yaradılıb, 1906-cı demək ilin fevralında isə ləğv olunmuşdur. Cavab olacaq B. 19-cu əsrin 60-70-ci illərində Şimali Azərbaycanda həyata keçirilmiş demək islahatlara aid deyildir. 60-70 olmalıdır. İndi buna da baxırıq. Ümumi məhkəmələr 66, yerli əhalisi seçilmək hüququ verilməsi bu da aiddir. Bakıda şəhər dumasının fəal başlaması 78, Yezidpol tam həcmli şəhər özünün idarəsinin yaradılması bu aiddir 1892-yə. Cavabımız olacaq deyil. Sonra Sahibkar kəndi federasiyanın azaldılması və bu da 60-70-ci illərə, daha 70-ci ilə aiddir. Uyğunluğu müəyyən edin. 20-ci əsrin əvvəlləri neft sənayesi və meteorologiya. Baxırıq bir dəqiqə. Dünyada istehsal edilən neftin yarıdan çoxunu Bakının payına düşməsi. Bəli, bu aiddir. Hətta 1-ci Dünya müharibəsində də Rusiya aparılan neftin çox hissəsi bizim neftimiz idi. Manufaktura mərhələsində fabrik zavod mərhələsinin keçirilməsi xeyir. Yeni texnologiya və elektrik motorlarının geniş istifadə edilməsi geniş deyildi. Azərbaycanlı sahibkarların üstün təşkil etməsi meteorologiyada xeyir. Meteorologiyada deyildi, bizimkilər daha çox bizim, yəni Azərbaycanlı sahibkarlar neftdə və balıqçılıqda idi. Qalakən Misaflaşdırma zavodunun fəaliyyətini dayandırması, bəli, bu 20-ci əsrin əvvəllərinə düşür. 1883-cü ildə yaranmışdır bu arada. Ağır əl əməyinin elektriklə hərəkətə gətirilən qurğuların əvəz edilməsi, bəli. Cavab olacaq Y variantı. Sonra uyğunluğu müəyyən edin. Səməd bəy Mehmandarov, Şıxlinski və Naxçıvanski. Baxırıq uyğunluğa. Demək, Petrogradın müdafiəsinin təşkil edilməsi bu aiddir Əlğar Şıxlinskiyə. 2-yə getdi A. Polşada Alman qoşunlarının məğlub edilməsi bu olacaq Səməd bəy Mehmandarov. Georgi silahı ilə təltif olunması bu da Səməd bəy Mehmandarova aiddir. Burislov hücumunun iştirak etməsi bu Tatar süvari alayına aiddir. 1916-cı ildə müdafiə xəttini yarıblar. Bundan əvvəlki suallarda izah elədim. Visna çayı sahilində Alman qoşunlarının məğlub edilməsi o da olacaq Naxçıvanski və 20 olacaq D variantı. İşarələnən ərazinin 19-cu əsrin ikinci yarısı tarixinə aid xüsusiyyəti müəyyən edin. Xəritədə işarələnən ərazi, baxın bu ərazi İrəvan quberniyasıdır. Bir dəqiqə, bu təxmini bu ərazilər. Bu ərazi isə düşür Tiflis quberniyasına və 1846-59-cu illər xəritəsidir bu, 19-cu əsrin ikinci yarısına. Və burada baxırıq ki, cavab nə ola bilər? Cavab olacaq müəllimlər seminariyasının təşkil yaradılması, bəli, Tiflisdə, şəhər duması tərəfindən idarə olunması, bəli, bu da düşür. Cavab olacaq B variantı D 4-5. Səhv fikirləri müəyyən edin. Baxırıq səhv fikirlərə. Azərbaycanda müxtəlif təbəqə edən ilk partiya Qəyas partiyası. Bax, bu düzgündür. Götürmürük. Şimali Azərbaycanda qızlar ilk dəfə orta məktəbə cəlb olundular 19-cu əsrin 60-cı illərində xeyr. Bunu götürürük. Azərbaycan neft sənayesinin təməlləşmə sürətlənmişdi 20-ci əsrin əvvəllərində, bəli. Götürmürük. Fəhlərin sayına və istehsal həcminə görə neft sənayesinin sonra ikinci yerdə idi. Meteorologiya sahəsi xeyr. Meteorologiya sahəsi deyildi. Neftdən sonra balıqçılıq idi ikinci sahədə. Götürmürük. Daha doğrusu götürürük. Çünki səhvdir. 1903-cü il əsasnaməsinə görə dövlət kəndlərinin icma torpaqlarının nəsli istifadə hüququ verildi. Nəsli istifadə hüququ bu da səhvdir. 2, 4, 5. Cavab B olacaq. Çünki 1901-ci il mayın 1-də nəsli istifadə hüququ verilir. 1903-cü ildə yox. 1-ci Rusiya inqilabı illəri Şimali Azərbaycan tarixi üçün səciyyəvi deyil. Yəni 1905-1907-ci illəri bizdən istəyir. Bir dəqiqə Şimali Azərbaycan üçün qaçaq hərəkatı, bəli, tətillərin baş verməsi, biznes partiya yaranması, bəli, milli qırğın siyasətdə baş verib, Naxçıvan Cəhər kəndində, Şuşada, Bakıda və digər ərazidə. Amma məşrutə hərəkatı isə bu 1905-11-ə aiddir, amma Cənubi Azərbaycandır. Şimali Azərbaycan deyil. D variantı. 20-ci əsrin əvvəlləri Şimali və Cənubi Azərbaycanın tarixi üçün oxşar xüsusiyyətlərdəndir.
oxşar xüsusiyyətlərə baxırıq. Demək 24-də nə ola bilər? Əhaliyə qarşı soyqırım törədilməsi, bəli. Bu hər ikisi üçün ortaq cəhətdir. C. Respublika yaradılması, xeyr. Əvvəlləri üçün AXC yaradılıb Şimali Azərbaycanda, amma Cənubda yox. Konstitusiya tələbinin irəli sürülməsi, xeyr. Azərbaycan dilində qəzetlərin nəşr olunmaya başlaması oxşar cəhət deyil. Bəli, cavab olacaq C. Bir dəqiqə. Düzgün yazaq. 1917-ci il baş tutmuş müsəlmanların Bakı və Moskva qurultayları üçün ortaq cəhət. Baxırıq. Bunlar üçün ortaq cəhət o idi ki, onlar muxtariyyəti istəyirdilər. Muxtariyyət də hansı cavabdadır? Bir dəqiqə baxaq. Rusiya Federativ Respublikası daxilində türk və müsəlman xalqlarına muxtariyyət verilməsi cavab olacaq Y variantı. Eyler-Venn diaqramına baxırıq. 19-cu əsrin ikinci yarısı, bir də 20-ci əsrin əvvəllərini istəyir. Yəni 1850-dən 1900-ə qədər istəyir bir dövrü, sonra ortaq cəhətini və 1900-lərin əvvəllərini istəyir bizdən. Şimali Azərbaycan üçün xristian əhalisi Azərbaycana köçürülməsi, bu hər ikisinin oxşar cəhətdir. Sonra əsas sənaye sahələrinin xarici qapıdan təşkil etməsi sonlarında və 20-ci əsrin əvvəllərində, bəli, hər ikisinə aiddir. 3-ə AB. Sonra partiya təşkilatlarının erməni terroruna qarşı mübarizə aparması. Bəli, bizim partiyalarımız bu dövrdə erməni terroruna qarşı mübarizə aparırdı. Ona görə gedəcək 20-ci əsrin əvvəllərinə C. Bir çıxarılmasında elektriklə hərəkətə keçirilən qurğulardan istifadə edilməsi. Bu da gedəcək 20-ci əsrin əvvəllərinə D. Neft sənayesində inhisarlaşmanın başlanğıcının qoyulması. İnhisarlaşma başlanğıcı qoyulub 19-cu əsrin ikinci yarısında Y. 1-ə Y, 2-yə C, D, 3-ə də AB. Xronoloji ardıcılığı müəyyən edin. 27-ci suala baxırıq. Sahibkar kəndlərə pay torpaqlarının məcbur şəkildə satın almağa başlanılması. Bu 1912-dir. Müsavat Partiyasının yaradılması 1911-dir. Qafqaz müsəlmanlar qurultayının keçirilməsi 1917-ci il Bakıda. Bakıda ilk dəfə siyasi tətilin keçirilməsi bu 1902-ci ildə olmuşdur. Ona görə cavab oxşarlıq olacaq. Daha doğrusu ardıcılıq 4, 2, 1 və 3. 20-ci əsrin ilk 10 illərində Çar hökuməti Azərbaycanda tətil hərəkatının qarşısını almaq üçün nə edir? 1. Milli qırğın siyasəti həyata keçirilir. Bəli, müxtəlif ərazilərdə 1905-ci ildən başlayaraq. Milli təşkilat və partiyaların yaradılmasına qadağa qoyur. Xeyr. Bakıda hərbi vəziyyət elan olunur. Bəli. Bakıda general qubernator vəzifəsi təyin olunur. Bəli. 1905-ci ilin fevralında olmuşdur. Fevralın 15 səhv etmirəmsə. Tətil hərəkatında iştirak edən fəhlərin kütləvi həbs edilməsi haqqında qərar qəbul edilməsi xeyr. 1, 3, 4. Uyğunluq gözlənilmişdir. Baxırıq, uyğunluq gözlənilmişdir. Fəhlələrin ilk dəfə, yox, bir dəqiqə, fəhlələrin bütün tələblərinin yerinə yetirildi, müştərək müqavilənin bağlanması ilə bəli bir götürürük. Daha sonra Azərbaycanda ilk dəfə birja yaradıldı Bakıda, bəli. Azərbaycanda ilk kapitalist müəssisəsi idi, Xanabad manufakturası, bəli, bunu da götürürük. 19-cu əsrin sonlarında əhalisinin sayına görə Bakıdan sonra ikinci şəhər Şəki deyildi, xeyr. Şimali Azərbaycanda ilk dəfə muxtariyyət tələb etdi, Müsavat Partiyası deyil. Bundan qabaqki suallarda vardı, Qeyrət Partiyası idi. 1, 2, 3. 20-ci əsrin əvvəllərinə aid hadisələri müəyyən edin. Demək, bu testdə çox xronologiya var. Demək, Ziya-i Qafqaziyya qəzetinin nəşrə başlaması 1880, Azərbaycan müsəlmanların Rusiya dövlət dumalarının təmsil olunması bu 1906, 1907, sonra yenə 1907 və 1912 4 dənə duma olmuşdur. Bakı Şollar su kəmərinin çəkilməsi 1917, Qoru müəllimlər seminariyasının Azərbaycan şöbəsinin yaradılması 1879, Azərbaycan müəllimlərinin birinci qrupdan keçirilməsi 1906-cı ildə olmuşdur. Və ona görə də burada 20-ci əsrin əvvəllərinə düşən 2, 3 və 5'dir.